Həzrət Əlinin bir sözü var, buyurur ki, əgər batil əməllərə insanlar biganə olmasaydılar, Muaviyə bu oyunları aça bilməzdi. Muaviyyənin Əliyə cürət tapması və nəticədə qələbə çalması zahiri dünyəvi baxımdan Həzrət Əli əleyhissalam buyurur, səbəb budur ki, cəmaat biganə idi. Heç nə maraqlandırmırdı, cəmiyyət hara gedir, hansı istiqamətə gedir. Bir çalışmırdılar insanların hidayəti üçün, doğru yola gəlməsi üçün. Nəticə belə faciəli oldu. Bir yerdə ki, hamı deyir, mənim nəyimə lazımdır, o zaman baxırsan, görürsən bir adam səhv yoldadır, onun əlindən tutub düz yola gətirmək üçün çalışmırsa, onun hidayəti üçün zəhmətə özünü vermirsə, cəmiyyətin islahı üçün, mənəvi təmizlənməsi üçün, o zaman belə faciələr baş verir. Dinin mahiyyəti budur ki, insan cəmiyyətin məsuliyyətini öz üzərində hiss eləsin. Bu dindarlıqdır. Dindarlıq ilk növbədə insana çiyninə məsuliyyət qoyur ki, mən məsuliyyət daşıyıram başqalarının taleyi üçün. Budur, dindarlıq budur. Ondan sonra İmam Baqir əleyhissalam buyurur, mən daha ərəbcə oxumuram, vaxt uzalmayayım, ərəbcəsini oxumuram. Buyurur ki, bu dəstə Allahın qəzəbinə düçar olar və onlara Allah sərt cəza verər, ağır cəza verər. Bugün olduqca vacib mövzudur. Biz bu qədər İmam Hüseynə əzadarlıq etmişik, günü-gündən İmam Hüseyn əzadarlarının sayı artır. İnsanlar axışır bu məktəbə doğru. Bəziləri hayküyə düşüb gedir, bəziləri axına düşüb gəlir. Hamı indi bu süfrədədir. Axı, hamı xalis deyil. Xalis deyil. Bir ələk olmalıdır ki, indi xalislər yalancılardan ayrılsın. O proses başlanacaq axirət zamanda. Bugün adamlar var, özünü öldürür göy İmam Hüseyn üçün. Hətta gedir başında yarır, qılıncı vurur başına, qanını axıdır. İmam Hüseyn göy eşqi ilə bunu eləyir. Yaxud heç qılınc vurmur, elə bizim Allah eləməsin öz içimizdə. Müncür insanlar toplaşıb gəlib, bunun bir günü olmalıdır ki, Allaha say lazım deyil axı. Allah hansısa bir partiya böyüyü deyil ki, adam yıxsın. Allaha lazımdır ki, insanlar düz yolu tapsınlar, hidayət olsunlar. Odur ki, hadisələr yollayacaq, hadisələr elə cəryan eləcək, bu hadisələrin axarında ələk prosesi başlanacaq və o ən həll edici prosesdir axirət zamanda. O həmişə olur, amma axirət zamanda həll edici olacaq, kəskinləşəcək, qətiləşəcək. Bir şeyin rövnəqi artanda, bir şeyin səs-sədası çoxalanda həmişə saxtası da çoxalır. Din də belədir. Gözləyin özünüzü saxta dindarlıqdan, saxta dindən. Bu dövrün əsas problemi bu olacaq. Qabaqcadan mən sizə xəbər verim. Özdə, sizin içinizdə. Saxta dindarlıq deyəndə mən o baş kəsənləri nəzərdə tutmuram. Onların artıq yavaş-yavaş bəlli olur hamıya ki, o din deyil. Bizə ki, əvvəldən bəllidir, din ola bilməz. O aydındır. İndi növbəti mərhələ öz içinizdə saxta düşüncəli adamların sayı artmasını gözləyin, saxta dindarlığın sayının artmasını gözləyin, saxta din xadimlərinin, hansısa bir cərəyan rəhbərlərinin bizim içimizdə artmasını gözləyin. Ona görə də hədislər buyurur ki, İmam Zamanın işi bu baxımdan Peyğəmbərin işindən çətin olacaq. Onun qarşısında bütpərəstlər dayandılar. İmam Zamanın qarşısında dayananların hamısı əllərində Qurana istinad edib. Onun qarşısında dayanacaqlar. Və bu adamı qorxudur. Bəli, qorxudur və qorxutmalıdır da. Qorxutması da labüddür. Və belə bir şəraitdə İmam Hüseyn kimi bir sərmayəmiz var, dəyərimiz var ki, gərək ona sığınaq, ona təvəssül eləyək. Ki, bu imtihanlardan nəzər eləsin, Allah onun vasitəsilə bizə xüsusi lütf eləyər ki, biz bu imtihanlardan uzaq çıxaq. Buyurur ki, yuqbilul məhdi ala taifətil munhərifə. Buyurur ki, İmam Zaman əleyhissalam bir dəstəklə, azğın dəstəklə qarşılaşar fəyyəizuhum və onları moizə eləyər. Nəsihət eləyər ki, qayıdın düz yola. Azğın bir dəstə deyir, onun qarşısında dayanar. Moizə eləyər onları. Və yəd'uhum səlasətə əyyam. 3 gün onları sərasər, 3 gün düz yola dəvət eləyər. Fələ yəzdədu illə tuğyanən və kufra. Buyurur ki, amma bunun təsiri olmaz heç. Onların daha da azğınlığı artar və küfrü artar. Daha da azğınlaşarlar İmam Zaman danışdıqca. 3 gün danışar,
hidayətləri üçün çalışar, daha da azğınlaşarlar. Görürsən, niyə İmam Zaman özü dayanır qarşılarında danışır, təsir göstərmir heç, deyir, daha da pis olarlar, daha da xarab olarlar. Ondan sonra buyurur ki, İmam Zaman onlarla vuruşar, onları cəzalandırar. İmam Baqir əleyhissalam buyurur. Buyurur, elə bil gözümlə görürəm, bu saat o mənzərə gözümün qarşısındadır ki, necə onlar öldürülürlər İmam Zamanın silahdaşlarının əli ilə. Bəziləri deməsin olsa, İmam Zaman qan tökəcək, İmam Zaman günahkarları öldürməyəcək, İmam Zaman o şəxsləri öldürəcək ki, məsələn, görürsünüz, bugün nə cinayətlər eləyirlər din adından. Onların ölümü bəşəriyyətin xoşbəxtliyidir. O teröristlər, o azğınlar. Bu tip insanlarla qarşı-qarşıya dayanacaq. Amma bir fərqlə ki, Əhl-i Beyt məktəbinə mənsub biləcəklər özlərini. Budur, əsas həll edici məsələ budur. Buyurur, elə bil gözümlə görürəm ki, İmam Zamanın tərəfdarları, silahdaşları onları öldürür və onlar yerə yıxılanda Quranların üstünə yıxılırlar. Yəni, əlləri ilə Quranları sinələrinə sıxıb, Quranın üstünə yıxılırlar və Quranlar qana boyanır. Və buyurur ki, mənzərəni təsvir edir, təfərrüatı ilə təsvir edir İmam Baqir əleyhissalam. Ki, mən gözümlə görürəm. Və deyir, onun İmam Zamanın silahdaşları Quranları onlardan almaq istəyəndə İmam Zaman deyər, dəyməyin. Qoyun qalsın və Quran qiyamətdə onların həsrət əlaməti olsun. Qiyamətdə Quran onların peşmançılıq vasitəsi olsun. Onlar görsünlər ki, Quran vasitəsi ilə azğınlığa düçar oldular. Quranı ələm elədilər haqqa qarşı vuruşmaq üçün. Hədislərdə bax, belə səhnələr var. Əgər biz bu səhnələri real qəbul eləsək, onda gərək düşünək. Yox, indi sözdür də danışıblar, belə nəuzubillah, əstəğfirullah qəbul eləsək, imam ki, boş söz danışmaz. Bu, axirət zamanın mənzərəsidir. Bir sual verim, qismən cavab verim, qalanlar da qalsın gələn həftəyə inşallah. Niyə görə bəziləri düz yolda olaraq xarab olurlar? Bax, bu məsələ önəmli məsələdir. Niyə düz yolda olanlar ki, dinə gəliblər də, dindədirlər artıq? Dində olurlar, niyə bu din bunları islah eləmir? Əksinə, daha da azğınlaşırlar. Bir var, dində deyil deyəsən, din bir bulaq kimidir, bir çeşmə kimidir ki, daxil oldun, səni təmizləməlidir. Niyə adam illərlə dində olur, amma təmizlənmir heç, dində ola daha da azğınlaşır? Bunun çox səbəbləri var. Səbəblərdən birini iblisin misalında görmüsünüz, şeytanın misalında görmüsünüz. İbadətin əsas fəlsəfəsi nədir? İbadətin əsas fəlsəfəsi təkəbbürdən insanı azad eləməkdir. Razısınız? Yəqin ki, razısınız. İmam Həzrət Əli əleyhissalamdan, xanım Fatimə Zəhradan hədis var. Həzrət Zəhra buyurur ki, Allah namazı ona görə vacib buyurdu ki, cəmaat təkəbbürdən azad olsun, təkəbbürdən təmizlənsin. Və burada da bir nüansı da qeyd edeyim ki, məhz torpağa səcdə eləmək bu məsələni lap gücləndirir. Təkəbbürü qırmaqda təsirlidir. Alın torpağa mütəmadi dəyməsi, məhz torpağa. O təsir edir ki, insan təkəbbürdən rahat azad olsun. İzah eləyək, təkəbbür haqqında bir qədər danışaq. Təkəbbür bir məsələn pislik deyil, pisliklərin anasıdır. Neçə dənə mənfi xüsusiyyət var ki, onlar çirkinlikləri doğurandır. Yəni, mütəmadi pisliklər doğurlar, dünyaya gətirirlər. Onlardan biri təkəbbürdür. Təkəbbür, məsələn, filan xüsusiyyətlə bir deyil. Təkəbbür ummur rəzaildir. Yəni, çirkinliklərin anasıdır, fəsadların anasıdır. O varsa, daim fəsad istehsal edəcək. Hamıda giriftardır o xəstəliyə, bu və ya digər dərəcədə. Hər gün namaz qılmaq niyə lazımdır? Hər gün namaz qılmaq onu göstərir ki, bu elə təhlükəli, elə qorxulu bir şeydir ki, bununla hər gün mübarizə aparmalısan, hər gün. Bunu bir gün buraxmaq olmaz. Ona görə hər gün namaz vacib buyurulur. Bunu izah eləyək qısa şəkildə, çox qısa şəkildə. İnsan zahirən çox kiçik bir varlıq olsa, neçə metrə boyumuz var da bizim balaca, hamımız belə bir nəhəng bir varlıq deyilik. Bizdən böyük varlıqlar da var, canlılar. İnsan zahirən kiçik olsa da çox böyük bir aləmdir, bunu heç kəs dana bilməz. Bir adam bir küncdə oturubsa, deyilən bir cahan, bir aləm bir küncdə oturub. Burada bunların hamısını yıxsan bir yerə, burada oturanlar böyük bir aləmdir. Hər bir insan böyük bir aləmdir, əzəmətli bir aləmdir. Bu əzəmətli insan yaradılıb Allahla görüş üçün. Allahın hansı sifətini biz çox zikr edirik hamısından? Hansı sifətini? Bəli, Allahu Əkbər.
Ən çox təkrarlanan zikrimiz budur gün ərzində. Hətta birbaşa əkbər olmayan zikirlərdə onu ifadə edir, onu da deyəcəm. Allahu Əkbər, Allahu Əkbər. Niyə? Allah ən böyüdür sifətini biz namazda hər gün, hər əməlindən sonra Allahu Əkbər. Bunu niyə deyirik? Çünki insan böyüklüyə aşiqidir. Böyüklüyü sevir. Bunu Allah insanın fitrətində qoyub. Və böyüyə can atır. İnsan gərək böyüsün ki, Allah namazda bir fəlsəfəsi budur ki, xatırladır ki, o çox böyüdür Allah. Sən də onunla görüşsün, onunla görüşmək üçün ona uyğun bir halda olmalısan. Böyük olmalısan ki, böyüyə qovuşa biləsən. Böyüklük lazımdır. Cılız böyüyə qovuşa bilmir. Sənin onun arasında bir mütənasiblik olmalıdır. Bu mütənasiblik yaranmalıdır. Sən böyüyəsən ki, böyülə görüşə biləsən. Siz bir dənə xahiş edirəm, diqqət eləyin. Bütün yaxşılıqlar var dində. Fəzilətlər, hamısının tərcüməsi böyüklüdür. Əff eləyin deyir Quran. Yəni böyük olun, bağışlayın. Qiyamət haqda düşünün, yəni böyük olun. Gələcəyi görün, bütün tarixi əhatə eləsin. Keçmişə baxın, Quran deyir, yəni bütün tarixi sizin düşüncəniz əhatə eləsin. Sədəqə verin, yardım, yəni böyük olun, böyük. Cılız olmayın, özünüzü düşünməyin, başqasını düşünün. Bütün yaxşılıqların tərcüməsi böyüklüdür. İnsan böyüklük axtarır. 3-4 yaşından bu başlayır. Fikir vermişsiniz, uşaqlar böyüklərin ayaqqabısını giyinir, böyüklərin paltarını giyinir. 3-4 yaşından bu insanda başlayır zuhur eləməyə və insan tələsir böyüməyə. Böyüməyə tələsir. Biz niyə böyüməyə ehtiyaclıyıq ümumiyyətlə? Bu ehtiyac hardan yaranıb? Bunu Allah bizim daxilimizdə qoyub. Çünki biz böyük Allahla görüşə hazırlaşırıq. Bizim burada qalmağımızın başqa səbəbi yoxdur. Dünyadayıq. Niyə? Bir cavab var ki, biz böyük Allahla görüşə hazırlaşmaq üçün bura gəlmişik. Görüşə hazırlıq prosesidir, vəssalam. Bu qədər özümüzü öldürdüyümüz dünya, insan bir aləmə qədəm qoyacaq ki, bir saniyədə o, get burada hazırlaş, gəl. Hazırlaş, gəl, ilişib qalırlar burada. Hazırlıq prosesində. Dünyaya biz onun üçün göndərirlər ki, yəni məqsəd odur. Dəhşətə gəlir insan, həqiqətən. Məqsəd odur. Yaradılışın əsası odur. Bir andır, gəl burada hazırlaş, paltarları dəyiş deyərlər, gəl. Gəlir, ilişir, burada qalır. Allah da fəryad edir ki, ay bala, bura üçün deyil, bura bir saniyədir, andır. İlişmə, burada qalma. Nə qədər fəryad edir, eşitmir. Bu, bəşərin faciəsidir. Paltar dəyişmə yerində adam ilişə qala, bir ziyafətə get. Yox, burada oturacam mən. O da deyir ki, ay bala, bu paltar dəyişmək üçün idi. Bu bir dəqiqədir, hazırlaş, get, çıx, get, sən bura üçün deyilsən. Bunu anlamır, başa düşmür. Qavramır. İnsanların faciəsi budur. Peyğəmbərlər hamısı bunun üçün gəlib ki, bura görüş yeri deyil, hazırlıq yeridir. Hazırlıq nədən ibarətdir? Hazırlıq insan böyüməlidir. O ki, deyir, yaxşı işlər gör, filan işlər. Gəlin, belə tərcümə eləyəm. Böyü ki, tez böyü ilə görüşə gedirsən. Yaxşılıqlar bu. O ki, deyir, filan işləri görmə. Yəni, kiçiklikdir o. Kiçiklikdən qaç, çünki görüşə mane olacaq. Kiçilmə, böyü, o işləri görmə. Kin, küdurət, qeybət, yalanda vaxt yoxdur. Hamısını özünüz evdə təhlil edin. Hamısı cılızlaşmadır. Cılızlıq insana yaraşmır. Deyib, bunları at qırağa, böyüklüyə səbəb olan əməlləri elə tez hazırlaş, ya Allah, getdik. Bu bir milyardlar gəlir, gedir. Əslində, əbədiyyətlə biz qiyamətdə baxanda görəcək ki, bu bir otaq idi. Girdik, çıxmalıydıq, ilişdik, qaldıq. Burada bu faciəni biz onda başa düşəcəyik. İnsan ki, böyümək ən böyük fitri hisslərindən biridir, gəlir böyüməyə tələsir, tez böyüyüm. Tələsəndə də səhv yollarla böyümək istəyir, səhv yollara əl atır böyümək üçün. Və elə bilir ki, tez böyüdü. Bunların ikisinin adı təkəbbürdür. Səhv yolla böyümək və tez bu nəticəyə gəlmək ki, mən artıq böyümüşəm. Böyüklüyün əsl yolu nə idi? Hər gün Allahu Əkbər, Allahu Əkbər. Əzil, kiçil onun qarşısında. Kiçil onun qarşısında. Birləş Allaha, böyüyə birləş. O böyüyə birləş, kiçilməklə ki, aləmə hökmranlıq eləyəsən. Cəmaat o böyüklüyün mənbəyinə tərəf getmir. Kənardan böyümək vasitələri axtarır. Biri stolda görür onu, biri geyimdə görür, biri maşında görür. Sənə qıraqdan heç nə böyüklük verməyəcək. Böyüklüyün mənbəyi içindədir və əzəmətliyə bağlanmaqdadır, böyüyə bağlanmaqdadır.
Ətiyani Allahın sözünə baxın. İnsan üçün böyüklük axtarmırsan, sənə sadə dillə deyir. Bilirəm, sən böyüklüyə aşıqsan, səni qınamıram, səni elə özüm belə yaratmışam, əladır, çox yaxşıdır. Sən elə böyüklüyə can atmalısan. Amma yolu budur. Ətiyani hətta əc'aləkə misli. Görün insan kimdir. Mənə itayət elə, Allah deyir. Heç kəsə bunu demir. Heç kəsə. Mənə itayət elə, səni özüm kimi eləyim. Bax, budur, məqsəd budur. Mənə itayət elə, ol mənim kimi. Nə istəsən onu elə. İradə elə, yaransın. Mənim kimi olacaqsan. Mənə itayət elə, böyülənmək istəyirsən, bəli, yolu budur. Başqa yol axtarma. Stol sənə qüdrət verməyəcək. Oyuncaqdır. O böyülük ki, sənin ruhun ona can atır, o deyil bunların hamısı. Onlar kiçikliyidir, səni yoldan saxlayır. Tələsmə də tez, böyülənmək istəyirəm, filan şeylə böyülənim. Tələsmə. Böyülüyün mənbəyin tab. Mənim kimi olacaqsan. İndi dilimə gəlir ki, bir kəramət danışım. Kəramət danışan deyil, əşki nağıl danışırdı orada. Bilirsiniz, niyə nağıl hesab edir kəraməti? Ona görə ki, insanın gücünü bilmir axı. Bu bilmir insan kimdir. Deyəndə insan bu işi gördür, əşki. Bu ilə bilir ki, insan maddi aləmdə yaşayır. O nağıllara da elə bu doğru be əslində. O nağıllar ki, cəmaat yazıb yaradı be. O nağıllar həmin o fitrətin böyülənmə, bilir axı, içərdən bilir ki, nə qüdrəti var, onu reallıqda görmür, onu nağıl kimi yazıb. Nağıllar belə meydana gəlib. Amma bunlar hamısı insanın qüdrətinə daxil olan məsələlərdir. İnsanın qüdrəti bunların hamısına çatır. Odur ki, o kəramətlərə şübhə eləyən adamlar özünü tanımayıb. Görmür gücünə qədər. Deyəndə insan belə deyir ki, insan onu eləyə bilər. Nağıl danışır, gedib orada məsələn. Ona görə də mən də danışmıram. Danışmıram ki, sonra ondan su istifadə eləməsin. Hamının acığına mən də kəramət danışmıram. Bu ruh Allaha gedib qovursa, Allaha bitişsə, gör nə olur, nə əzəmət tapır. Allah üstün bəndələrinə belə deyir. Ələm nəşrəh ləkə sədrək. Sənin qəlbini genişləndirmədinmi? Peyğəmbərə deyir, sən böyüksən. İnnəkə lə'alə xuluqun azim. Sən böyük, əzəmətli əxlaq sahibisən. Yaxşıları böyüklüyü ilə tərif edir. İnsanın ki, əsas istəyi böyüməkdir, tələsir. Tez deyib, böyümüşəm, mənim maşınım var. Tez tələsir. Necə uşaqlar da var, dedi, mən ata-anasına deyir ki, ata mən böyümüşəm, dayı filan, özüm filan eləyə bilirəm. Biz də belə oluruq da, o uşaq təfəkküründə oluruq. Böyüklük istəyirsən, əla, çox gözəl, çox yaxşı, mən özüm səni belə yaratmışam, Allahın dilindən danışıram. Necə böyüklük? Gərək, Allahu Əkbərə bitişəsən, ən böyük olana bitişəsən, sən də böyük olasan. Necə bitişim mən? Orada bax, bir dənə maniyə var. Maniyə var, qoymursan ona bitişəsən. O maniyə nədir? O maniyə sən özünsən. O məndir, mən. O mən Allahla, böyük Allahla sənin arasında maniyədir. Ona görə hər gün Allahu Əkbər, Subhanə Rabbiyəl Ə'la və bəhəmdih. O ucadır, ona həmd edirəm. Subhanə Rabbiyəl Azimi və bəhəmdih. O əzəmətlidir, ona həmd edirəm. Hey, onun böyüklüyünü vurğula, bu Allahu Əkbərlər sənə mane olan amil var, Allaha bitişəsən, o böyüyə bitişəsən. Onu vur, hər gün vur ki, nəhayət bu əzilsin. O böyüklüklə sənin aranda heç nə qalmasın, sən də ona yapışasan, olasan böyük. Bax, bu böyüməyin yolu. İbadət bunun üçün idi ki, təkəbbürü vursun. Get səcdəyə, sən kimsən? Müdir, rəis, elmlər doktoru. Kimsən? Fərq yoxdur. Əyil, alnını qoy yerə görüm. Get yerə səcdə elə, professor, bir dənə alnını yerə qoy, cənab rəis, bir dənə alnını yerə qoy, kim olursansa ol, yerə alnını qoy alnını, təkrar, qoy yerə alnını, get səcdəyə, kiçikliyi etiraf elə ki, böyüyəsən. Hamının qabağında bunu elə, hamının qabağında. Namaz kiçilib böyümə əməliyyatıdır. Hər gün əl çəkmir ki, bunu elə, hər gün. Təkəbbür nə qədər təhlükəliymiş ki, ilahi, mən hər gün vacibdir ki, onunla mübarizə aparım. Bəli, çox təhlükəliymiş. Yox, ilahi, mən daha bildim, sən böyüksənsən. Yox, sənin kimi bilənləri çox görmüşəm. Gündə səcdə eləyəcəksən, davamlı. O qədər görmüşəm ki, bilməklə deyil. Sən beləsən ki, ayağın tez sürüşəcək, gedəcəksən. Bir dənə şey görən kimi böyüklük iddiasına düşəcəksən.
Allah bundan bizi sındırır, vallahi yox. Allah bundan bizi ucaldır. Neyniyək ki, ucalmaq kiçilməkdədir. Yoxsa Allahın bizim səcdəmizə ehtiyacı yoxdur və Allah da əzazil qəddar bir Allah deyir ki, əyil görüm, əyil. Niyə əyil? Allah bizi ucalıq üçün yaradıb. Ucalığın yolu budur deyir. Bunu əyil, ucal, sonra da heç əyilməyəcəksən cənnətdə. Bu bir mərhələdir. Hazırlıq mərhələsi. Əyil, orada deyir insanlar özü səcdəyə getmək istəyəndə deyəcəklər, bəsdir, namaz da qutardı. Bəzə deyəcək, burada da namaz qılaq. Bu nemətləri görəcək, səcdəyə gedəndə deyəcəklər ki, səcdə qutardı da. Səcdə qaldı dünyada. Bundan sonra o böyüklüyündən ləzzət alacaqsan. Əzəmətlidən ləzzət alacaqsan. Ona görə böyüklər səcdədən doymur, rükudan doymur. Xanım Zəhra rükuya gedir, səcdəyə gedir. Hey zikir, deyir Allahın, Peyğəmbər rükudan qalxmır. Niyə bu qədər uzatdınız? Deyir Allahın əzəmətini hiss elədim. Allahın əzəmətini hiss elədim. Soruşurlar, ya Resulallah, meyraca getdiniz, ən axırıncı mərhələyə çatdınız, nə gördünüz orada? Allah sizə nə göstərdi? Peyğəmbər buyurur ki, Allah məni ən axır nöqtəyə apardı, orada öz əzəmətini göstərdi mənə. Sən demə, meyracın fəlsəfəsi buymuş. Ən böyük insana Allah böyüklüyünü ən gözəl şəkildə göstərməlidir ki, o da böyüsün. Ən böyük olacaq insana. Axırıncı səhnə getdim, deyir ki, Cəbrail hamısı qaldı, mələk dedi ki, mən gedə bilmirəm. Axırıncı səhnə Allahın əzəmət cilvəsi idi. İndi o nə idi? O Peyğəmbərlə Allahın aləmidir. Göstərdi əzəmətini. Deməli, ibadət bunun üçündür. Gəlirəm bəhsin üstüne, uzaqlaşmayayım. Bəziləri ibadət eləyir, təkəbbür aradan getmir. Hansı daşı tökəsən başı var? Bəziləri ibadət bunun üçün idi ki, təkəbbür aradan aparsın. Bu ibadət eləyir, təkəbbür aradan getmir heç, gizli qalır, böyüyür, ibadətin arxasında gizlənir. O adam nə olur? O adam, bilirsiniz nə olur? Mina var, edirlər, partlamayıb, ehtiyatlı olun, yaxın düşmək olmaz ona. O mina olur, elə. O adam ki, ibadət də elədi, təkəbbürdən təmizlənmədi və təkəbbür gizləndi ibadətin arxasında. Bu birsinə əlac var, təkəbbürüdür, səcdəyə gedər, bəlkə düzələr. Bu ki, da gəlib mərkəzindədir səcdənin, rükunun. Bunlar buna əlac eləmirsə və bu səcdə rüku elədikcə də öz təkəbbürünü başlayır səcdəyə, rükuya sirayət etdirməyə, bununla böyüdür əksinə. Namaz əks effekt verir, namaz təmizləməlidir, çevrilir təkəbbürü böyütmək vasitəsinə, insan olur həmən o partlamamış mina ki, hər an partlaya bilər. Onun da ən gözəl nümunəsi iblisdir, şeytandır. Quran bunu bizə belə başa salır. Şeytan ibadət eləyirdi və içində təkəbbürü gizli saxlamışdı. O ibadət ki, təkəbbürü aradan aparmalıydı, şeytan onu ibadətin arxasında gizlətmişdi. Görün, nə qədər adamı bədbəxt elədi. Yaxşı da, indi dedilər, Adəmə səcdə elə. Eləmədin, dalıca nə? Fəbi'izzətikə ləuğviyyənnəhum əcməin. Əl çəkmir ki. Deyir, and olsun izzəti və hamısını azdıracam yoldan. Hamısını azdıracam. Yaxşı, ay şeytan, səcdə eləmədin, yaxşı. Ged evində otur, da eləmədin də. Ged otur evində, içkiz, get nəm, günah elə, get də günah dalıcı. Yox. O dedim, mina ki, partlamayıb, o təhlükəlidir. Yox, mən hamını bədbəxt eləməsəm, sakitləşməyəcəm. Axı, sən dünən qatil deyildin, maşallah namaz qılan idin, səcdə eləyən idin. Bəs nə oldu sənə? Bax, belə olur. İbadət təkəbbürü aradan aparmayanda insan yırtıcı bir heyvana çevrilir ki, hamını qabağında mən tapdalayıb əzməliyəm. O ki, sıxılıb, qalıb, fürsət gözləyib, birdən bomba kimi partlayır, həmin o mina kimi partlayır, gəlir adam dayanır İmam Zamanın qarşısında. İmtihan vaxtı birinci o zuhur eləyir. Gör bu adam kimdir? Bir adam alimin ruhanının qabağında dayanmaq istəmir ki, hörmətsizlik olur. İmam Zamanın qarşısında dayanır, ibadət eləyən mömin. O mömin ki, təkəbbürü ibadətinin arxasında gizlədib. Oxuyacam inşallah sizə, görün nələr olacaq axirət zamanda. Hətta öləcəklər, söz eşitməyəcəklər. Bax, namaz qılanlar, İmam Zamanla düşmənçilik eləyib, öləcəklər, axıracan söz eşitməyəcəklər. Niyə yaxşılar pis olanda çox pis olurlar? Niyə? Yaxşılar pis olanda çox pis olurlar. Çünki onlar təkəbbürdən azad olmalı idilər ibadət vasitəsilə. İbadət elədilər, təkəbbürdən azad olmaq əvəzinə. Təkəbbür ibadətin içində gizlətdilər. O təkəbbür qaldı, böyüdü. Axı, ibadət indi şəkil imkan vermir də. Yığıldı. Birdən-birə partlayır.
İmtahan, Allah da elə imtahan göndərir ki, onu əzmək üçün bu əksinə partlayır və aləmi dağıdır. Bir adam xəstə olsa deyərlər, dərman ver, sağalsın. Bir adam dərmanı dərdə səbəb olursa da bilmirəm, nə olacaq? Dərmandan istifadə eləyə bilmir. Kaş şeytana deyərdilər ki, sən canın, sən kim istəyirsən onun canı, xahiş edirik səndən, namaz zat qılma əvvəldən. Get günah elə, get fəsad elə özün üçün. Kaş onu bir adam deyərdi ona məsləhət. Sən Allah, ibadət eləmə. İbadət elədinsə, o ibadət lazım olan təsiri təkəbbürlə bağlı içində eləmədisə, vəhşiyə dönəcəksən. Kərbəlaya bax, bunu gör. Kərbəlada bilirsiniz nə idi onların dərdi? Axırıncı cümləmdir bu. Kərbəlada dərd bu idi ki, sən niyə məndən üstünsən, siz niyə bizdən üstünsüz? Vəssalam. O həsədlə də qardaşlıqda təkəbbür. Ona görə qarışıqdır, bəzən tutmaq olmur. İkisi də bir-birinə o qədər yaxındır. Qalan şeylər haşiyədir. Rey mülki, o qədər adama nəsbəyən pul vəd eləmişdilər. 30.000 adama vəzifə verəcəkdilər, pul verir. Yox, o xəbisli idi içəridə. Gördü özündən üstünü. O mina partladı. Partladı, nə partladı? Uşaq bilmədi, böyük bilmədi. Təkəbbür, bax, belə təhlükəli. İbadət arxasında gizlənən təkəbbür xüsusən, belə bir təhlükəli xislətdir. Bunlar bilsən nə baş vermişdi? Heç nə. Özündən üstün görmüşdülər bunlar. Bir gün olmadı da tədricən. Həzrət Əli dövründən başladı. Dərsus ki, bəs görmə. Görə. Sıxıldı. Axırı o təkəbbür yoruldu ibadətin arxasında gizlənməkdən. İnsanın çirkin xisləti yorulur. Deyir, bəsdir, vurur çıxır üzə. Onda gör bu namazın arxasında nə vəhşilər gizlənirmiş. Və bu Kərbəlanın neçədən önəmli dərsindən biridir ki, inşallah axirət zamanda da İnşallah bunun şahidi olacaq, çünki qəti şəkildə hədislər deyib, amma inşallah biz o kəslərdən olmayaq deyə mən bu söhbətləri başlamışam. Çünki həm özümə ürəyim yanır, həm sizə ürəyim yanır. Çünki biz qardaşıq, biz bir-birimizə haqqımız var boynumuzda və mən bu bəhsləri hazırlayanda da Allah şahiddir ki, həm istəyirəm özümə kömək eləyəm, həm də sizə kömək eləyəm əlimdən gələn qədər ki, biz o azğın insanlardan olmayaq. Əuzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. İnna a'taynakal kevser fesalli li rabbike venhar. İnne şanaka huvel abtar. Sadakallahu